Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla 3 ərzaqla çox dadlı, ləzzətli piroq hazırlayacağım. Əvvəlcə qabın içərisinə 1 stəkan un, 1 stəkan şəkər, 1 stəkan da manna əlavə edirəm. Üzərinə 1 paket vanil, 1 paket də qabartma tozu əlavə edirəm. Əvvəlcə quru ərzaqları qaşıqla qarışdırıram. Üzərinə 80 qram kərə yağı əlavə edirəm. Kərə yağı marqarinlə də əvəz etmək olar. Sonra əlimlə umaç hazırlayıram. Qeyd edim ki, şirin sevməyənlər şəkərin miqdarını azalda bilər. Artıq umaç hazırdır. Piroqa əlavə etmək üçün alma götürmüşəm. İstənilən növ almadan istifadə etmək olar. Əvvəlcə qabıqlarını soyuram. Qeyd edim ki, əgər piroqu bol almalı xoşlayırsınızsa, alma miqdarını artırmaq olar. Yəni 7-8 ədədə əlavə etmək olar. Hər birini rəndənin iri gözündən keçirdirəm. Diametri 26 sm olan halqa götürmüşəm. Hazırladığım umacdan halqanın içərisinə əlavə edib, hər tərəfinə yayıram. Üzərindən almanın yarısını əlavə edirəm. Yenə umacdan səpirəm. Yerdə qalan almanı da umacın üzərindən əlavə edirəm. Almanın üzərindən də yerdə qalan umacı əlavə edirəm. Zövqə görə üzərinə xırda doğranmış qoz da səpmək olar. Sobaya yerləşdirib 10-15 dəqiqə bişirdikdən sonra sobadan çıxardıram. Üzərinə 20 qram kərə yağı əlavə edirəm. Hər tərəfinə xırda-xırda doğrayıb tökürəm. 180 dərəcəlik sobada təxminən yarım saat 40 dəqiqəyə piroq hazır olur. Artıq hazırdır. Biraz soyuduqdan sonra kəsib içərisində sizə göstərəcəm. Həqiqətən də fərqli dadda, çox ləzzətli, sanki tort dadında bir piroq alındı. Hər kəsə bu üsulun mütləq sınamağı tövsiyə edirəm. Əgər videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.